paytaxtın Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospekti ərazisindəyik. Bağırov tuneli istiqamətində burada hərəkət tam məhdudlaşdırılıb. Yolun bu hissəsində baxın, su təbəqəsi yaranıb. Ötən gecədən etibarən yağan yağışlar nəticəsində ərazi su altında qalıb və burada avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb. Yüksək su təbəqəsi yaranıb və yəni bu cəmi bir gecə yağan yağışların nəticəsində bir məqamı xatırlatmaq istəyirəm. Ötən ildə bu cür hadisə baş vermişdi. Məhz bu tuneldə hətta bir avtomobil su altında qalmışdı. Əraziyə yüksək su təbəqəsi yaranmışdı. İndi isə əraziyə yəni vaxtında tədbirlər görülür və ərazidə hərəkət tam məhdudlaşdırılıb və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olunub. Ərazidə xüsusi su nasosları vasitəsilə yerə dolan sular, yerdə yaranan baxın bu hündürlükdə yaranan su təbəqəsi aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işlər aparır və bu yolda bu yağan yağış sularının nəticəsində yaradır. Həmçinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları da ərazidədir, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da ərazidədir. Hərəkətə digər istiqamət üzrə təmin olunması prosesini həyata keçirir işçilər və ərazidə yaranan su təbəqəsi nəticəsində hələ ki aldığımız informasiyaya əsasən xəsarət alan və yaxud da su altında qalan hər hansı bir maşın, avtomobil olmayıb. Yolun digər əks istiqamətində də Nazirliyin əməkdaşları orada da nasoslar vasitəsilə suyun çəkilməsi prosesini həyata keçirirlər. Baxın, yerdəki nasoslar vasitəsilə su kanalizasiya sisteminə ötürülür. Bu qədər ərazidə daha hündür versiyadadır. İndiki məqamda hələ görülən işlər nəticəsində suyun tempi, suyun həcmi azaldılıb. Amma indiki məqamda da işlər davam etdirilir. Dediyim kimi, Fövqəladə Hallar Nazirliyinin əldə etdiyimiz informasiyaya əsasən ərazidə xəsarət alan və yaxud da ki, su altında qalan avtomobil olmayıb. Amma yerdəki bu cür nasoslar vasitəsilə suyun aradan qaldırılması təmin olunur və ötən ildə bu cür hadisə baş vermişdi. Ərazidə sadəcə biraz gec müdaxilə olunmuşdu. O baxımdan da bir avtomobil su altında qalmışdı və indiki məqamda burada Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dediyim kimi işlər aparılır. Nasoslar baxın ərazidəki suyu çəkəcəklər. Yəqin ki, gün ərzində bu proses davam edəcək və hələ ki elə sürücülərinə diqqətinə çatdıraq ki, bu istiqamətdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb. O baxımdan da bu yoldan istifadə etməməyə üstünlük versə, digər alternativ yollardan istifadə edə bilərlər. Yuxarı hissədə hərəkət var, amma bu yolun nə bu hissəsində, nə də digər yolun o biri tərəfində əks istiqamətində hazırda hərəkət yoxdur. Çünki ərazidə su təmizlənməsi işləri aparılır. Ərazidə suyun geri çəkilməsi üçün baxın bu cür nasoslar vasitəsilə suyun kanalizasiya sistemlərinə ötürülməsi təmin olunur. Yəni intensiv işlər aparılır. O baxımdan da sürücülər diqqətli olsunlar və bu cür hava şəraiti ilə əlaqədar olaraq 17-sinə səhərə qədər bu cür hava şəraiti davam edəcək və təbii ki, qısa müddət ərzində hər dəfə bu cür vəziyyət yaranır. Və bu baxımdan da bir də xatırladım ki, hazırda Bağırov tuneli ərazisindəyik. Bağırov tuneli ərazisində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb və sürücülər, yol hərəkəti iştirakçıları digər əks istiqamətdən hərəkəti təmin edə bilərlər, yol hərəkətini təmin edə bilərlər. Amma indiki məqamda Bağırov tunelinin nə digər istiqaməti üzrə, nə də bu istiqaməti üzrə yol hərəkəti yoxdur və ərazini su basıb. Ötən ildə belə bir hadisə yaşanmışdı və hətta bir avtomobil su altında qalmışdı. İndiki məqamda Bağırov tunelindən çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Yəni ərazini su basıb, sürücülər çalışın bu yoldan istifadə etməyin. Çünki yol bağlıdır və hətta şəhərin bir çox ərazilərində biz gəldiyimiz yol boyda müşahidə edirdik ki, bir çox istiqamətlər üzrə nəqliyyat sıxlığı yaranıb. Tıxac var həmin ərazilərdə. Buradakı yəni artıq bir neçə istiqamət üzrə hərəkət məhdudlaşdırıldığı üçün yəni nəqliyyat sıxlığı yaranır. Sürücülər digər alternativ yollardan istifadə etsinlər. Çatdıra biləcəyimiz informasiyalarsa hələlik bu qədər idi. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə. Az sonra səninlə yenidən bağlantı yaratmağa çalışacaq. Hələ ki fasilə et və biraz da